Sıfırdan direktor komandası yaradıram gün 1. Deməli xanımlar, bu səhifədə sizinlə bərabər belə bir challenge başladıram. Bu video təqdimatın altına şərh yazan xanımlardan birini seçəcəm və həmin şəxs bu direktor komandasının rəhbəri olacaq. Birlikdə direktor komandası yaranması üçün bizə 3000 ballıq qrupa lazımdır. 3000 balı isə biz ən çox 60 nəfərli edə bilərik. Yəni 60 nəfərin hər biri 50 balını edərsə bu direktor komandası yaranmış olar. Bəs direktor nə qazanacaq? Direktor 400-450 manat, hətta 500 manat ola bilər maaş alacaq. Həmçinin 1500 manat premiya əldə edəcək. Əgər biz bu müddəti daha az vaxta etsək, yəni bu direktorluğu daha az müddətə etsək, o zaman həmin şəxs 2-yə vurulmuş premiya alacaq, 3000 manat premiya alacaq. İndi bu video təqdimatın altına şərh yazan xanımlardan birini seçəcəm və o komandanın rəhbəri olacaq. Daha sonra gələn xanımları isə onların alt qrupuna yazacağım və hər biriniz əlbəttə ki bir gün direktorluğunuzu açacaqsınız. Və əgər bu video təqdimat maraqla qarşılansa, diqqət mərkəzində olsaq, yenidən belə challenge'larımız olacaq. Yəni əgər direktor komandasını yarada bilsək, qısa müddətdə yenidən bir dənə də belə başladacağıq. İnşallah ki maraqlı olar, xeyirli uğurlu olsun sizin üçün də, mənim üçün də.